Ona görə gəlin təklif edirəm keçək Kəpəz Zirə oyununa. Kəpəz Zirə. Bəli. Zirə stabilliyini davam etdirir. Kəpəzə xalların, qələbənin, hətta bir xalın belə hava və su kimi vacib olduğu məqamda belə Zirə rəhm eləmədi. Amma 64-cü dəqiqədə ümumiyyətlə mövsümün ən yaxşı futbolçularından biri Salifu Suma. Yəni baxımlı gol vurdu. Onu saxlaya bilsə ən Zirə. yaxşılarından daha biri də var idi ki, onu da xüsusilə vurğulamaq istəyirəm. Elə qolda da yaxından iştirak elədi. İssa Cibrila. Ümumiyyətlə bu tandem mükəmməl işlər görür. Çox super bir-birinin David Volkovun yoxluğu belə hiss olunmur komandada. Oradan da alqış Rəşad Sadıqova və qurduğu komandaya. Bax, əsl qurulan komanda belə olur. Əvvəlki Zirə praqmatik oynayırdı deyənlər indi Zirənin hücum futbolundan danışır. Rəngarəng hücumlarından danışır. Görün necə hansı ki 2 il yoxsa 3 il bundan qabaq olan Zirə hansı ki udmurdu, ya heç oynayırdı, ya 1-0 ya 0-0. İndi elədir ki, maşallah. Amma məncə bu oyunun qəhrəmanı bilirsiniz kim idi? Kim? Rogerio Santos. Qapıçı. Bir neçə dəfə Kəpəzin qapıçısı. Bəli. Ümumiyyətlə Kəpəzin qapıçısını həmin Rogerio Santosu bu çempionatda deyirlər ki, ən yaxşı sezon keçirdən yəni qapıçılardan biridir. Bəli. Demək olar. Hansı ki oradan da Şamaxıdakı da yaxşıdır. Ricardo Fernandes. Ay sağ ol. Amma bu birisi yəni bir sənəcə stabilliyinə görə o mətbuatda da qabağıma çıxmışdı ki, həmin o bəli. Rogerio ən yaxşı qapıçı. Ən yaxşı qapıçı yəni sezon Baxmayaraq ki 56 gol buraxıb bu sezon Kəpəz. Nəzərə almaq lazımdır ki, sezonun əvvəli Kəpəz üçün bir faciə idi. Bəli, faciə idi. Yəni ora gedən vururdu bunlara, bura gedən vururdu. Özü inandırım sizə bəlkə 3-0 bitən oyunu bəlkə Kəpəz sevinirdi ki, şükür sənə Allahım 3-0 bitirdik. Elədir. O vəziyyətdə idi. Yaxşı qapıçılar adətən zəif və nisbətən ortabab komandalarda parlayır. Nəyə görə? Müdafiə olunan komandadır, daha çox topsuz qalır, qapısı qarşısında təhlükəli qol epizodları olur və qapıçı da, yaxşı qapıçı da ən azı 10 epizodun ölənlər və rəhmət. Kamran Ağayev, bizim əziz qardaşımız Kamran, buradan salam deyirik sənə. Həftənin seyvi seçildi Avropada. Portuqaliya ilə maçdır. Portuqaliya ilə maç. Olmasaydı Portuqaliya ilə maç, olsaydı tutalım o vaxtki deyirəm də, Liechtenstein zadla, o bəlkə də heç topu görməyəcəkdi qapı tərəfdə. Portuqaliya bunu da yanmadan udarları vururdu. Bu adam 620 dənə top çıxartdı qapıdan. Təbii ki, oradan biri yaxşı olmalıydı. Ən azından. Kimin udarıydı? Ronaldo'nun da öyle. Ronaldo'nun Chelsea'də yox, Chelsea'də vuranda ştanga edəydi. Fernandes idi desən yoxsa? O vaxt oynamışdı. Mən sizə bir söz deyim. Kamran Ağayevin seyvləri var idi ya. Şeyə baxırdım bu yaxınlarda Türkiyə Azərbaycan 1-0. Bəli. İmam Əliyevin qolu ilə 1-0 qazandıq. O Finlandiyalı. İmam Əliyev Finlandiyaya Uqlavoydan vurdu. Rəşad vurdu. Eyni qolu idi, eyni sistemlə. O Azərbaycan sayığı Uqlavoy deyirlər. Yəni Türkiyə Azərbaycan oyununa baxın, o 1-0 qazandığımız oyuna. Bir fikir verin Kamran Ağayevin oradakı seyvlərinə. Özü adam qapıda Kamranın, mənim nəyimdən xoşum gəlirdi Kamranın qapıçılığından. Adam sözün əsl mənasında kayfıvatlıq eləyirdi qapıda. Bəli. Həzz alırdı oyundan. Özünə həmişə deyirdi ki, o birinci udarı ki vuranda ki çıxartdın ha. Artıq inam gəldi. Yəni variant yoxdur. İnam gəldi. Bunun ardı gələcək. O vuranda ki birincidən nəsə belə bandıracaq düşür, bir də nəsə uşaq sözünü itirir. Şey yadıma düşdü. Yəni vurandan sonra Hakimə deyir, var yoxdan ələtdi. Dirseğiyle vurdu mən. Deyir, hay nə deyirsən? Vurdu deyir, dirsən. Bir də momenti var ya Kamran. Topu dala kimsə pas verir bizim oyuncular, əlinə götürə bilmir. Top, bir də biraz qala qapıya tərəf girən pasam. Qaça gedir, topu vurur, auta çıxır, gedir ortadan reklam üstünə oturur. Oradan da belə qışlar qalxıb, bom, oturur dala. Görmüsən onu? Deyəsən görmüşəm. Əziz dostlar, imkan olan kimi Kamran Ağayevi efirimizə dəvət edəcəyik. Ümumiyyətlə qonaqlarımız olacaq.